Bu gece biraz diskomfort idi, əsəb keçirdim. Ömrümdə olmayan panik atak oldu məndə. Çünki çarəsiz övladım, çarəsiz anam və mən arxasızda qalmışam, yarım adamam. Və gecə gördüm ki, papam yoxuma gəlib. Orada bilirsiniz də, insan cavan olur. Gəldi, baxdı, çıxdı, getdi. Deyirəm, telefonu bağlamadan. Deyir, eşi bilirəm də, yaxşı olacaq, rahatsız. Gəldim, baxdım, gedirəm. Adətən gedir, öz dədə baba yurdunda qalır, mənim yuxularımda elədir. Yəni ki, kişinin ruhu da narahat idi. Rıvad Allah deyəm, öz onun gözü dalda qalıb Səlimə görə, mənə görə. İndi bir şey olanda gəlir yuxuya. Mərdimazarlar tək məni anamın oğlum yox, mənim canımı incitməyən anamın oğlum yox, atamın ruhunu belə incidiblər. Onu da göydə Allah görür valla.